Cərimə meydançasında 5 futbolçumuzu görürük. Gerer'in ötürməsi, başla zərbə. Təkrar zərbə olacaqmı? Hakim penalti təyin etmədi. Richard Almeydanın zərbə cəhdi alınmadı. Hücumumuz davam edir. Əfran İsmailov. Gerer. Daha bir ötürmə Cərimə meydançasına. Top elə də oradadır. Bədavinin ötürməsi. Başla zərbə, qapıcıdan inanılmaz oyun. Hücum davam edir. Miçel. Oyundan kənar vəziyyət. Çox əla başlayıb Qarabağ. Ancaq Zvonimir də əla başlayıb mübarizəyə. Mikulic neçə dəfə komandasını qoldan xilas etdi. Şerifin əsas qəhrəmanı olduğunu elə ilk saniyələrdəcə sübut etməyə başladı bu golkiper. Geriyenin ötürməsindən sonra fikir verəcək. Bədavinin ötürməsi əla idi. Saxlayıb daha sonra zərbə endirmək olardı. İmkan var idi əslində. Sol cinaha oyundan kənar vəziyyət yoxdur. Promat. Heç bir şey yoxdur. Qapıdan zərbə. Çox təhlükəli sürüşmə fəndi idi Maksim Medvedev tərəfindən. Çox təhlükəli, özünü də zədələdi. Hətta hakim penalti də təyin edə bilərdi. Fikir verin, yaxın plandan baxırıq bu vəziyyətdə. Çox riskli oynadı, çox riskli oynadı və əslində penaltiyə daha çox bənziyirdi həqiqətən də, bunu da etiraf etmək topla heç bir əlaqəsi yox idi Maksimin. Fikir verin. Yenidən Maksim. Miçel, Endlovu, topu saxlayır Endlovu. Zərbə mövqeyə çıxdı, zərbə olacaq, top qapının üstündən keçir. Dino'nun oyun ərzində qapıya ilk zərbəsi idi. Dəqiq zərbə edilmə mümkün olmadı. Bu cür zərbələri imkan daxilində bir qədər də artırmaq lazımdır. Cərimə meydançası həndəvərindən. Mahir Mədətov topla ilk oyunu. Agolli yanında, ona ötürür topu. Aynsin ötürməsi. Başla zərbə! Oy oy oy! Geriye. Qarabağ Samtrede maçının ikinci golunu təkrarlamaq olardı bu hücumla. Yenə mərkəz müdafiəçiləri səhv etdilər. Əla hücum oydu. Geriye olsaydı bəlkə də hesab açılmışdı. Geriye həm sağda yaxşı oynayan futbolçudur, həm də azadlığı sevir yəni. Boş mövqeyə çəkilməyi bacaran futbolçudur. Çırtla oynayır. Almeyda boş mövqeyə açılan komanda ocaqlardı. Miçel! Olmadı. Miçel! Əla zərbə indirmişdi. Bax ondan gözləyirik bu cür zərbələri. Çox effektli zərbə idi. Əvəzləmə. Mugoşa deyəsən çıxır meydandan, bəli. Təkrar izləyirik. Top qapıdan azca aralı keçdi. Qapı dirəyinin çox yaxınlığından meydanı tərk edir. 9'luğa fırlatmışdı topu, qapıçını da artıq keçmiş. Saxladı və Qarabağ futbolçuları topladılar ötürməyə geriyə. Yenə Allah'tına görə zərbə! Mikulic! Bu dəfə 3-cü cəhdində alındı zərbəsi. Geriyenin amma hətta gözləmirdi qapıçı. Gözləmirdi ki, yaxın küncə zərbə indirsin. Ona görə topu dəf etməkdə çətinlik çəkdi. Daha bir standart vəziyyət Şerifin qapısı qarşısında. Azarkeşlər də artıq səbirsizləniblər. Gol gözləyirik. Dino Indilovu Cərimə meydançasında alınıcı hərəkət. Ötürmə! Top qapıdan keçmir. Küncdən zərbə olacaq yenə. Artıq gol yetişib. Gol vəziyyətləri biri-birini əvəz edir, amma hesab dəyişməyib hələ də. İnanaq ki, gol gələcək indi. Şehiç də bir xeyli öndədir. Bu dəfə 5 futbolçu ilə Cərimə meydançasındayıq. Geriyenin ötürməsi. Zərbə! Və alınmadı. Top qapıdan keçməyi bilmir ki, bilmir. Safət topla qapı arasında. Donald geriyə indirəcək zərbəni. Əslində incimişdi sanki, ancaq kapitan onu topun yanına gətirir. Geriyə zərbə indirir və top qapının üstündən keçdi. Top toru üstdən silkələdi. Kifayət qədər təhlükəli zərbə idi. Hazırlıqsız zərbə indirdi. Fikir verdinsə dərhal geriyə çəkiləndən sonra topa yaxınlaşdı və zərbə indirdi. Burada qapıçının müdaxiləsi var idimi? Hiss olunmadı. Deyəsən yox oldu. Əslində qüvvətli zərbə indirmişdi. Bax buradan bilinəcək. Yox oldu məncə də. Bax belə ötürmələr lazımdır rəqib müdafiəçilərin səhv etməsi üçün. Antiagolli daha bir zərbədir bu. Zərbə idi bu, aldadıcı zərbə idi. Antiagolli. Topun fırlanma trayektoriyasına fikir verin hörmətli tamaşaçılar. Sol ayaqla mükəmməl zərbə, əla rakus.